Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. Sorğu Adam efirdədir. Sorğu Adamın bu dəfəki sualı Baksel və Azərselin qiymət artımlarına şəhər sakinlərinin münasibəti necədir? Elə bu sualla sakinlərin özlərinə yaxınlaşıb onların mövqeyini öyrənməyə çalışacağıq. Real getdik. Pis, çox pis oğul. Belə olmaz. Azərsel günü-gündən bahalaşdırır. Xəbər ver xidmətliyi bahalaşdırır. Ayda 2 manatı çıxır, 6 manatı çıxır. Nəyə görə çıxır bunları? Bir aydınlıq da vermir. Deyirsən ki, məni bu kampaniyadır, nədir, ondan çıxart. Onu da çıxardmırlar. Deyir, ixtiyarımız yoxdur. Niyə ixtiyarımız yoxdur? Bəs cəmaatın pulundan ayda bu qədər çıxmağa ixtiyarımız var. Cəmaat pul yükləyir, balans yükləyir. Hər gün bir şeylə çıxırlar. Bu harda görsəm, hardan düzgün day oğul. Olmaz axı belə bir cəmaatı bu qədər də avam yerinə qoymaq olmaz da. Deyirsən xeyri yoxdur, zəng gelirsən xeyri yoxdur. Olmuşdu 4 qəpiyə, oldu 6 qəpik, indi də dəqiqəsi 10 qəpiyə çıxır. Bir gənc süm çıxır, nə bilim nə balanslar çıxır. Çox pis. Belə şey olar. Azərsel gənə bir normal bir təşkilat idi. İndi elə eləyib ki, hamını boykot edir. Siz də boykot eləyəcəksiniz? Əlbəttə. Azərsel 2 nömrəm var, ikisini də ləğv eləməli. Başqa əlac yoxdur. Xəbərim var ki, mən Azərselin 2 dənə kartım var. Artdılar, artmadılar. Mən kredit götürürəm. Onlar da alladılar, mən alladmırlar. Keçirdirəm pulunu, qutardı get. Yəni bundan sonra nömrənizin açıq qalması üçün gündə 1 manat ödəməlisiniz. Yəni bu da ayda 30 manat eləyir. Buna ödəməyə imkanınız var? Ne, işləməyəcəm. Lazım deyil. Eləməyəcəm, heç Azərsel olmasın, bir şey telefonla danışmayacağım. Onsuz da ağını çıxardıblar bunlar. Yo. Atmaday. Nə qədər pul qoyuram, kredit götürürəm, bu da elə indi də. Sabah vaxt bitir, kartda pul var, vaxtı bitir. Ay kişilər nə batır? Telefon nömrəsi də 310 323 29 56. Vaxtı bitir. Vaxtı bitir, gəlin pul qoymalıyam. Gəlin də 5 gündən sonra vaxtı bitir, pul qoyuram. Bunlar dövlətli olur, mən kasıb olur. 220 manat pensiya alıram ay kişilər. Elə mən gəlim 220 manatı verim, gedin yaşayın da. İstəyir Azərsel, istəyir Baksel. Vallahi düz sözünə var. Minnətdaram, çox sağ olun. Əlbəttə ki, pis. Qalxmalarına görə çox pis. İnsanlara yəni rahatlıq vermir axı qiymətlər qalxanda. Yəqin ki, başqa bir rabitə tapıb onu çözəcəklər. Keçidimiz ora olacaq. Uzun müddətdə Azərsel abunəçisiyəm, amma əgər qiymət artımı olsa, təbii ki, başqa operator seçim eləyəcəm. Yəni, heç də doğru bir şey deyil. Çünki insanlar arasında imkanı olan var, imkanı olmayan var. Məsələn, mən 10 ildən çoxdur o nömrənin abunəçisiyəm də. Birdən-birə keçid etmək təbii ki, düzgün deyil. Çünki o nömrə ilə tanıyanlar var, bilənlər var, dostluqlarımız var. Birdən-birə yəni insanı da düşünmək lazımdır. Çox pis. Çox bahadır. Bu günləri real döl cəmaatın yaşayışına görə, maaşına görə. Bir çoxları boykot eləyir. Siz də Azərsellə Boykot da iş düzəlmir qardaş. Amma biraz özlərini bilsin. Özlərində nəyisə olmalıdır ki, cəmaatı fikirləşməlidirlər ki, bu günləri ən baha qiymət Azərbaycanda, dünya üzərində Azərbaycandadır. Onu qəbulləməlidirlər ki, bu günləri normalləsinə ki, cəmaat bunu işlədə bilsin. Pis. Niyə? Qiymət artıb da ona görə. Azərsellə Bakselin qiymət artımlarına münasibətiniz necədir? Hələ bilmirəm nə artıb qiymət, ona görə də bilmirəm. Deməli, yeni tariflərə görə gündə 1 manat ən az ödəməlisiniz. Bu da ayda 30 manat eləyir ki, xəttiniz açıq qalsın. Buna münasibətiniz necədir? Bahadır, ucuzdur? Bahadır hər halda. Çünki ümumiyyətlə digər qonşu ölkələrdə də biraz məlumatımız var ki, daha ucuzdur orada tariflər. Bizim ölkədə də əksinə azalmaqdansa artmağa doğru gedir. Nə Azərsel, nə Bakseldən istifadə eləmirəm. Məktublaşırsınız? Yox, bunlardan istifadə edirəm. Heç bir fikrim yoxdur. Yəni ümumiyyətlə həmişə eyni tarifi istifadə edirdim, elə də qalxmadım o tarif. Pis. Sizin? Əlbəttə ki, pis. Məndə Bakseldə, Azərsel yoxdur. Baksel də qaldırıb qiymətləri. Bilmirəm valla. Yəni qiymət artımı yaxşıdır sizcə? Məncə yox. Çox pis. Çox pis. Çox artırırlar, çox adamın cibinə girirlər. Buradan doldurursan, buradan mən elə bil ki, konturu buradan doldurursan, hər gün 29 qəpik çıxırlar. Çox pis. Qabaq məsələn belə deyildi. Qabaq doldu 2 manat, 3 manat doldururdu, sənə müəyyən müddətə məsələn çatırdı. İndi buradan elə bil ki, sən konturu yükləyirsən, buradan bir də baxdın ki, yoxdur. Yəni məndə o mütəxəssislər yəqin əvvəlki kimi olsaydı daha yaxşı olardı. Əslində yaxşı bir şey deyil. Bu aylıq 30 manat rasxoddur. Yəni maddi durumu yaxşı olmayanlara biraz problem yarana bilər.
Amma yəni şirkət belə eləyibsə, biz də məcbur tabe olmalıyıq. Çox pis. Qabaq yəni 1 manat ödəyirdik bir həftə, 5 gün məsələn aktiv olurdu. İndi 1 manat ödəsən 1 gün aktiv olacaq. O da yəni çox pis haldır. Yəni belə getsə özüm şəxsən 5 ildir AZSL istifadə edəcəm. Yəni çox güman ki düşünürəm ki, bəlkə də ləğv elədim yəni. Boykotu dəstəkləyirəm yəni. Bakseli yalan deyərəm. Azərsel də pis deyil idi. Axırıncı səfər Hər ikisi qiyməti qaldırdı. qaldırdı. O gün olsun elə qalxan kimi qalsın deyək. Çırpacıq yerə qırıb tullayacaq o yana geçsin də. İşlətməyəcək ağara. Biz nə edə bilərik ki, tullayıblar da indi bir şeydir. Tutacaq, tutmayacaq, axır ki qayıdacaqlar da öz yerlərinə. Pis. Ümumiyyətlə Bax, Azerseldən alırdım qabaq talon. O qutarmayınca 2 aydan bir. İndi 1 aydan bir 5 manat verməliyəm. Çoxdan. İndi təzdən artır. indi günə 1 manat ödəməlisiniz. Bu da ayda 30 manat eləyir. Mən imtina eləyəcəm. İmtina eləyəcəm. Çox pis. Çox pis, münasibətim normal deyil. Hər şey baha, əmək haqqı çox az. Təbii ki, sərf etmir bu vətəndaşlara. Münasibətim çox pisdir. Salam Ekim xanım. Azərsel ilə Bakselin qiymət artımına münasibətiniz necədir? Valla nə bilim, yaxşı. Çox pis. Niyə elə? Heç mənim xəbərim yoxdur bu vaxt. Çox narazıçılıq eləyərik, əlbəttə ki. Düzgün deyil axı. Niyə 30 manat ödəməliyik ki? Amma məncə kasıb insanlar ki pisdir. Qazanmaqsa çətin, çox çətin. Çox pis. İnsanların büdcəsini nəzərə almaq lazımdır. Çox pis. Əlbəttə ki, yaxşı deyil. Çünki Avropada mənim dostum 15 avroya, bütün limitsiz Avropa ilə danışır. 15 avrodakı çox az bir məbləğdə bizdə ondan aşağı olmalıdır. Yəni mən gün aylıq 20 manat vururdum. İndi məcburam 30 manat vurum da. Yəni heç yaxşı deyil, əlbəttə ki. Çox pis. AZS istifadə eləməyəcəm. Ümumiyyətlə mən Baksel istifadə edirəm. Çox güman ki, onu da dəyişib normal bayla keçəcəm. Münasibətimiz mənfidir, əlbəttə ki. Gözləyirik hələ ki, dəqiq olacaqsa, yəqin ki, çox adamlar imtina edəcək. İstifadə edəcəksiniz? Mən ondan istifadə eləmirəm. Məndə nardır. Ümumiyyətlə qiymət artımına münasibətiniz necədir? Nə bilim, nə qədər, nə istəyirlər eləyirlər. nə qiymətə. Siz yaxşı baxırsınız, pis baxırsınız? Bizdən asılı deyil. Nə istəyirlər onu da eləyirlər. Bizdən asılı deyil ki, sən danış səhərdən axşama kimi. Axı siz abunəçisiz. Nəyi? Abunəçisiz, müştərisiz. Yox, mən narım. Sabah nardı qaldıracaq. Sabah nar qaldırsalar nə edəcəksiniz? Nar qaldıranda gələrsən deyərəm. Pis. Artırmasınlar. Mənfi necə ola bilər? Sosial şəbəkələrdə müəyyən aktivlik olanda hər hansı bir nəticə əldə eləmək olur. Düşünürəm hamının sözü bir olsa bir nəticə əldə edə bilərik. Deyir ki, hər gün kontur vurun, biz sizə verək, megabayt verək, kontur vurmadıq, bu nömrə bağlanır. Bu düzdürmü? Düz deyil. Mən razı deyiləm bundan. O nömrəni də yəni ləğv edərəm. Azərselin məndə olan nömrəni ləğv edərəm. Baksel yaxşıdır, nar da yaxşıdır. Artıq Baksel də tarifləri qaldırır. Hə, mərhələmənə çatmayıb. Çatsa onu da ləğv edərəm. Sözün düzü, bütün bu nə qədər ki, Azərbaycanda hal-hazırda istifadə olunan bu mobil telefonlara yüklənilən bu şeylər ki, var qiymətlər, heç kimi qane eləmir. Çünki dünyanın heç bir yerində rast gəlinməyən bir şeylərə rast gəlirik. Dünya elə bir vaxtında. Bunlar da doymur, cəmaatı soyurlar. Aşağı təbəqəni düşünmürlər. Başa düşmürlər ki, bu tək bizdən ötürü yararlı deyil, bunların özlərinə də xeyirdir. Gərək cəmaata belə əziyyət verməsinlər, düzgün balanslaşma aparsınlar ki, aşağı təbəqə istifadə edə bilsin telefondan. Hər ikisi tarifləri qaldırıb, qiymətləri qaldırıb. Ədalətli deyil. Ədalətli deyil. Bəli. Yəni ən azından bir günə 1 manat, 2 günə 2 manat düzgün bir məsələ deyil. Çox pis. Yəni dolanışıq çətindir. Yəni qazanc ancaq insanların dolanışığı çox aşağı səviyyədə ola. Yəni bir gün telefon vasitəsilə danışırıq yaxın qohumlarımıza. Burası bu gün hamı internetdən istifadə eləmir. Sadə vətəndaşlar var ki, faktura telefonla yox, adi nömrə ilə zəng edir. Yəni bunun da 1 manatlıq vurub bir gün aktiv olması, bu da bizə əlverişli deyil. Ona görə müsbət fikrim yoxdur, yəni mənfidir. Yəni əvvəlki vəziyyətinə çatsa yaxşı olar, əvvəlki kimi olsa çox gözəl olar. Dəyişərik də, yəqin ki, başqa keçərik, başqa
Yox, əlbəttə sərf eləmir. İndi aşağı təbəqədə yaşayan insanlarımız da var. Sərf eləmir, mənfidir.